də götürün. Siz necə fikirləşirsiniz? Siz necə fikirləşirsiniz bu haqda? Yəni, ola bilərmi ki, Hüseyin ölməmiş, onu dəfn elədilər? Yəni, ola bilərmi belə bir şey? Hüseyin indi baxır, gülür. Doğrudan da bu bədbəxt həkimlərin halına gülür. Hüseyin adi vətəndaş kimi ölə bilməzdi. O, əfsanə kimi gəldi. O, əfsanə kimi gəldi, əfsanə kimi də getdi. Gəlişi ilə necə səs saldısa, gedişi ilə də elə səs saldı. Amma heç kəsin bu qədər sevəni olmayıb. Heç bir sənətçinin adını mən metroda, divarda, məktəbdə, divara yazılan görməmişim. Heç tamaşaçı bərbərə gedib deməyib, mənim saçım Hüseyin Dəryanın saçı kimi elə. Mən Hüseynin ölümünə üzülmürəm. Ölüm haqdır. Ölüm haqdır, hər kəs ölüb gedəcək. Mən sağ qalan bədbəxt sənətçilərin halına üzülürəm. Təkrar edirəm, bədbəxt sənətçilərin halına üzülürəm ki, cənazə qalmışdı ortada. 2-3 sənətçidən başqa mən heç kimi görmədim orada. Ölməyəsiniz siz! Nankörlər! Hansınız toydan çıxanda evə ayıq gedirsiniz, piyan gedirsiniz hamınız? Hüseynin cənazəsi də adı kimi, şöhrəti kimi ağır idi. Hər insanın gücü çatmazdı onu qaldırmağa. Kişi cənazəsində kişi girdi və salam. Dünənə kimi Hüseynə konsertlərdə yalvardılar ki, səninlə duet oxuyaq, gözümün şahidiyəm. Qulağımın şahidiyəm. Ahirətdə cavab verəcəm dediklərimə. Hüseynin arxasıca sürünən jurnalistlər vardılar, əlində mikrofon, kamera. Mən görmədim. Bilirsiniz, əgər ağ varsa, qara da var. Acı varsa, şirin də var. Sual varsa, cavab da var. Niyə gəlmədiniz? Neynəmişdi Hüseyin sizə? Hüseyin içki içirdi, bəli, siz içmirsiniz? Hə? Hüseyin nəşə çəkirdi, siz çəkmirsiniz, girin YouTube'a baxın, görün, nə oyunla çıxırsınız. Nə Hüseyinə qədər, nə Hüseyindən sonra. Heç kimin elə bir fanatı olmayıb ki, səhnədə paltar nəynindən cırıqlayıb çıxarsınlar. Hansımızın olub? Hansımızın olub? Heç kimin. Mən başqa ölkələrə gedəndə, yaxşı bir şey görəndə onu özüm üçün, millətim üçün eləmək istəyirəm. Mən Hüseyin Dəryadan bir şey öyrəndim. Bu insanda tükün uzu qədər də paxıllıq yox idi. Yanına gəlirdi uşaqlar, bəzi şeylər öyrədirdi. Deyirdi, niyə öyrədirsən? Deyirdi, o adı Samirdir da, məsəl üçün. O öyrənəcək, olacaq Samir. O həyatı boyu Hüseyin Dərya ola bilməz, artıq Hüseyin Dərya var. Cənazə qalmışdı ortada. Cənazə ortada qalmışdı. Siz niyə gəlməmişdiniz? Mən bunu həzm eləyə bilmirəm. Yeddi-səkkiz yaşlı qədər, 7-8 yaşında olan fanat qədər olmadınız siz. Hüseynin bu xalqa, bu millətə, bu mədəniyyətə zərrə qədər xidməti olmayıb bəyəm. Olmayıb. Hüseynin problemi onun özünə məxsusuydu, özü ilə olan problemi idi.
Onun şəxsi həyatında olan şeylər tamaşaçıya, xalqa, heç kimə aidiyyatı yox idi. Kənan, çox üzr istəyirəm, siz davam edəcəksiniz. Ülviyə gəlsin Alovlu bu arada və siz davam edin. Kənan, buyurun. Buyurun, davam edin. Yer elin, qız otursun orada. Buyurun. Kənan, ən çox siz kimi görmək istəyərdiniz məsəl üçün orada? Yəni, ən çox. Ən çox Bəli. kimlə duet oxumuşdu ən azından onları? Məsələn, rəhmətli kimdən duet oxumuşdu? Elarizlə. Elarizlə. Sonra çox adamlarla oxumuşdu məncə. Elariz ümumiyyətlə yasa gəlmədi heç.